Herkes salamlayıram, kanalımda yeni vlog ile yeni də sizinləyəm. Qızlar, yeniden çəkilimi xaladenikimi istəyirəm təmizləyim. Çünki indi bura yığacam tezə polfabrikatlarımı. Burada görürsünüz, uşa demək olar ki boşalıb. Burada biraz süt qalıb. Bu isə mənim bulyonçiklərimdə, hansı ki təmizləmişdim, biraz qalıb. Burada da çox bombalan boşdur. Orada isə gilə meyvələrim qalıb. Yuxarıda isə biraz gördüyünüz kimi biberlərim qalıb, qaroqlarım qalıb. Burada bu deməli sarımsaqlar idi. O bişirilmiş sarımsaqlar. İndi isə istəyirəm buranı silim. Burada porядок eləyim ki, yeni ərzaqları bura düzüm, qəşəng olsun. İçindeki qabları da yudum və indi onları təmizli bir yerinə qoyacağım. Belə təmizlədiyim soyuducunu aşağıda çörəkləri qoydum. Bu arada çörəkləri nəsə çox almışıq. Belə bu bankalar hansı ki mən indi istifadə edəcəm. Bitəcəklər. Bu həmişə istifadə etdiyim bankalar da həmişə burada olur. Burada biraz belə dağınıq kimidir. Çünki buradakı şeyləri indi istifadə edəcəm. Polfabrikat edəcəm və onlar qalmayacaq. Belə hələlik ki belə bir səliqəli yarada bildim. İndi isə keçirəm polfabrikatları düzəltməyə. Qızlar, nə almışam? Qarın almışam. Deməli burada 3 dənə qarın var, 3 dənə qoyun qarını. İndi bunları yumuşam, təmizləmişəm, qoymuşam. Düzdür, alanda belə ağ almışam. Lap əvvəldən təmizləməmişəm, amma evdə gətirib yudum, doğradım. Axşam indi bacım gələcək, birlikdə qutab bişirəcək. Bu isə qızlar mənim kofyamdır. Yenə də yığıram, elə xoşum gəlir bu skrabdan ki, yenə də davam edirəm eləməyə. Çox gözəl bir hiss olur, dəri olur. Hamar və kofe isə bütün hamamı bürüyür. Çox xoşuma gəlir. İndi isə istəyirəm bunu balkona qoyum ki, qurusun. Bu günləri o günü almışdım və belə də qoydum bura. İndi isə istəyirəm kəsim və balaca bir qaba qoyum. Deyəsən çox kəsdim. Belə oldu balaca gözəl. Burada isə özümü belə yer düzəltmişəm, kompüterə qoymuşam və kinoya baxa-baxa əti təmizləyirəm, kəsirəm, sümüklərdən ayırıram. Belə şey almışdım qızlar. Keçən il bunun Pravanski travını almışdım. Bu dəfə tapa bilmədim. Amma burada deməli nədir? Pomidor, reyhan, bir də sarımsaq. Artıq əti təmizlədim. Xırda-xırda doğradım. Sümükləri ayırdım və xırda doğranmış ətləri qoydum paketlərə və buzxanaya. İndi isə keçirəm toyuğu çeşidləməyə və gördüyünüz kimi yenə də qanadlar almışam. Bunu həmişəki kimi marinad edib qoyacağım və qalan döş hissəsini isə bəzi yeməklərə ayıracağım. Qanadlara isə həmişəki kimi acılı sos əlavə edəcəm. Təzə aldığım ədviyyatı da əlavə etdim. Bir də duz istiot zövqə görə. Burada isə döş ətini götürmüşəm və ayırıram. Böyük tərəflərini ayrı qoyuram, balaca tərəflərini ayrı qoyuram. Böyük tərəflərinə duz istiot zövqə görə və tez aldığım ədviyyatı da əlavə edib qoyacağım buzluğa. İstəyəndə sırazı çıxardıb qızardacağım. Seçdiyim kino mənim xoşuma gəlmədi deyənə bir müddətdən onu dəyişdim və adi motivasiya vloqlarına baxaram. Burada necə yığışdırırlar, neynirlər, o vloqa baxa-baxa. Mən də öz yeməklərimi hazırlayıram. Açdığım kino o qədər xoşuma gəlmədi deyənə mən keçdim YouTube kanala və orada bir dənə xanımı tapdım. Birinci dəfə baxıram bu xanıma, rus kanalıdır və gördüm ki, evləri yığışdırır, motivasiya eləyir və motivasiya vloqudur və bu mənim xoşuma gəldi. Mən də ona baxa-baxa davam edirəm. Artıq bu da hazırdır. Bunu da indi qoyacağım buzluğa və yenə bir yemək lazım olanda əl tutacaq.
Mən isə davam edirəm. Bu xırda tərəflərini kəsirəm kubikvari şəkildə və bir paketə qoyub bunları da qoyacağam buzluğa. Lazım olanda hansısa bir makaron ilə, qreçka ilə nəyinsə götürüb qızartmaq olur. Qızartmağı da cürbəcür eləmək olar və məncə bir gözəl yemək bişirmək olar bununla da. Artıq bu da hazırdır qızlar və bir yeməyim yenə hazırdır. Demək olar ki, və lap xırdalarından da qalanlarından isə mən belə chopperdən ət çəkən maşının yerinə istifadə edib bunları xırdalayacağım və kotlet üçün düzəldəcəm. Mən isə bu arada çox gözəl bir veriliş tapdım. Deməli bu gördüyümüz xanım nə vaxtsa buğalter olub, mühasibə olub və sonra uşaqlar balaca olduğundan bu iş buna əl tutmayıb. Çünki pastayanı işdə olmaq lazımdır və o sadəcə evləri yığışdırmağa başlayıb və öz qrafikindən ev təmizləməyə başlayıb gedib gəlməyə və inanırsınızmı indi çox uğurlu bir xanımdır, business woman'dır. Çünki bu işin üstündə özünə bir biznes qurub, əvvəl özü eləyibsə indi bir cleaning kampaniyası açıb, və bunu çoxdan eləyib və bir neçə şəhərdə bu cleaning kampaniyası indi işləyir. Mən isə buradan demək istəyirəm ki, hər bir xanıma əgər istək varsa hər şey alınacaq. Tək olsaz da belə mən inanıram ki, xanımlar çox güclüdür və onlar hər şey edə bilər. Kotletlərin içinə isə həmişə xoşladığım kimi Holland pendiri qoyacağım. İndi onu kəsəcəm ki, içliyinə qoymaq üçün. Ümumiyyətlə qızlar, mən həmişə çalışıram ki, bir motivasyon bir videolara baxım. Fərq etməz bu yığışdırmaq motivasiyasıdır, yoxsa bir hansısa iş üçün motivasiyadır. Ümumiyyətlə, məsəl üçün arıqlamaq üçün motivasiyadır. Mən baxıram belə videolara və fikirləşirəm ki, niyə də ki yox, əgər bir insan bunu bacarıbsa, bu hər bir insan üçün bir mövcud, bir alınan bir şeydir. Və çalışıram ki, mən də istədiyim bir məqsədi qoyum və ona irəli gedim. Mən isə bu video baxaraq kotletləri demək olar ki, düzəltdim, bitirdim. Emil isə bu arada hələ ki bu rakavinanı yuyur, buradakı qabları yuyur, heç cür oradan əl çəkmək istəmir. Amma mən də əl vurmuram ki, biraz mənə maneçilik etməsin. Beləliklə kotletlər də hazır. Bitirdim qızlar, bunları da suda saxlayıram. Biraz bura soda da əlavə eləmişəm. Sirkə də əlavə edə bilərsiniz ki, bunlar biraz təmizlənsin, burada qalsın. Burada isə bunları təmizləmişəm. Sabahları bunları da vaxt ayırmayacağım. Nəsə bişirmək istəyəndə götürürəm. Sadəcə olaraq bişirəcəm. Burada isə balıq var idi. Bu balığı deməli duzladım. Bu tez aldığım pripravadır, ədviyyatı tez aldığım, onu da bura əlavə elədim. İndi isə bunu qoyacağım xaladenikə. Bunda sabahları bişirəcəm. İndi isə gözləyirəm bacımı ki, gəlsin, biz də qutab bişirək. Artıq bacım gəldi və başladı. Bacım gələndə bizdə mütləq bu xəmir işlərinə o baxır, yaymağa, kündə etməyə, hamısını o eləyir və sizə bir söz deyim ki, qızlar, bu yaşıma çatmışam, hər şeyi bacardım, amma bircə bu kündə eləməyi heç bacarmıram ki, bacarmıram. Mən başqa cür eləyirəm, sadəcə belə götürüb əlimdən yumrulayıram, qoyuram, belə qəşəng məndə alınmır. Молодец. Utanmadınız, o para yer kız. Artıq qutab atdıq tavaya, biraz yağda bişiririk. Burada isə mənim bulyonum bişir. Bugün уже bir 5-6 saatdır ki bu bişir. Biri burada, biri balkonda. Buradakı qutab hazırdır. Beləliklə qutabları da yavaş-yavaş bişirə-bişirə yedi. Üstünə sumaq əlavə elədik. Amma mən sizə deyim ki, qızlar, bu dəfə qoyun qutab almışdıq. Bundan isə deməli qoyun qarnı almışdıq, amma bundan isə mal qarnı daha dadlıdır. Bugün səhərsi gündür qızlar və mən gedirəm Aykanın Instagram səhifəmə videolar çəkməyə. İndi isə bu sumkaya istəyirəm paltolarımı yığım, hansı ki orada geyinəcəm. Bir neçə video çəkəcəyik, ona görə mənim iş yerimə gedirik. Да, если знать настройки, то можно лучше снимать. Отсюда налево, да, Первана? Да, еще езжай. Biz isə artıq iş yerimə çatdıq və maşından düşüb piyada gedirik. Burada isə artıq Aykanın başladıq şəkillərimi çəkməyə, Instagram üçün çəkirik, mənim iş səhifəmə və fikirləşirdik ki, necə daha yaxşı olar, necə şəkillər çəkək və burada baxa-baxa Aykanın baxırdıq ki, həm gözəl alınsın, həm çəkəndən sonra biraz baxırdıq ki, necə alınıbsa və belə hər bir yerdə şəkil çəkdirdik.
Və bir neçə dəfə paltarımı dəyişəndən sonra da videoda çəkdik, yeni də şəkillər çəkdik. Hər şeyi bitirəndən sonra biz isə getdik Blumova, McDonald's-a. Aykı təklif elədik ki, gedək orada da biraz oturaq və biz də birlikdə yola düşdük. Я ничего не тут выпила, не говори мне. Kafeden buranın sipariş, ona göre bunu getirdiler. O birisini istirahatına getirecekler. Hiç sevmiyorum ben önceden. Bir elle açmağı gördün. Tecrübe. İllerin tecrübesi. Artıq evdəyəm qızlar və istədim ki, sumkamın içindəkilərini çıxardım. Kameram biz gedəndə orada batareykası oturdu və mən heç nə Demək olar ki, çəkə bilmədim, nə çəkdim, telefonuma çəkdim. Bu da kasıcı burada basılıbmış, yanıb qalıb. Basılıbmış, yanıb qalıb. İndi mən istəyirəm bunu qoyum. Zaryadkaya telefona çəkəcəm bu arada. Buna baxın. Mən getmişəm 1-2 saatlıq. Evlər isə yenə də uçur. Səhər istirdim ki, bunu bura sərim. İmkan vermədi balacam, amma indi buranı biraz yığışdıracağım sizlə birlikdə. Həm buranı, həm də axırıncı vaxtlar belə bir qərara gəlmişəm ki, bütün günü ev işlərlə məşğul olmayım deyənə timer yandıracağım. 1 saatlıq timer qoyub evdə haranı daha çox çirkli görürəmsə, oralara əl gəzdirəcəm. Və indi hal-hazırda saat, baxın neçədir. Saat demək 6-ya qalıb, 1 saat rovna 7-yə qalmış, 15 dəqiqə bitirəcəm və baxaq görüm sizlə neçə dənə iş çatdıracağım və mümkündürmü belə evləri yığışdırmaq. Əlbəttə ki, bu bir generalni yığışdırmaqdan getmir. Generalni təmizləməkdən söhbət gedirsə 1 saata heç vaxt çatdırmaq olmaz. Amma sadəcə olaraq gün boyu ev təmiz qalsın deyəndə məncə 1 saat yüngül bir yığışdırmaq üçün bəs edir. Və başlayaq. Cəmi 15 dəqiqə keçdi. 15 dəqiqə də yoxdur, 11-12 dəqiqədir ki, bir otağı yığışdırdıq. İndi də robot pilisosu buraxacağım, buranı silsin. Tozları, qalan bir şeyləri sabah eləyəcəm. Çünki sabahlarına istəyirəm biraz generalni yığışdırmalar başlayım. Novruz qabağı, ona görə bugünə bu qədər bəsdir bu otaq üçün. Burada hər şey yığdım. Bura mənim sumkamdır. Şardonları sonra götürəcəm. Buranı da belə yığışdırdım, gördünüz. Otaq demək olar ki, təmizdir. Hər şeyi yerdən götürdüm ki, robot pilisos başlasın buraları yığışdırmaq. Görürsünüz, yer biraz tozludur. Bunu indi gətirmişəm. Bunun içindəkiləri tezdən çıxardıb sərəcəm. Asacağım. Beləliklə buraları da yığışdırdım. Sumkamı da tezdən yerinə boşaltdım. Pilisos üçün burada hazırdır. Və qızlar yenə də 10 dəqiqə, hansısa 11 dəqiqə koridora səhv etdim. İndi isə istəyirəm biraz hamamı əl göstərim hamama. Və ən birinci bu pilisosun dünən evləri sildi, əskidi. Hər gün evləri silsəm də, amma belə qapqara olur. İndi isə bunu yuyarıq. Sadə, deməli 72% sabunla yuram həmişə bunları, çox gözəl ağardır. Və belə bir şotka götürürəm.
Görürsünüz, ağappaq çıxır, amma o üstündəki ucu ləkələrdir. Hər dəfə yusam da, amma necə daha belə lap tərtəmiz, əvvəlki kimi ağappaq olmur. Bunları da ki, qaynar suda yumaq, qaynar yerdə qurutmaq, belə bir şeylər olmaz. Çünki formasını itirir. Ona görə ağ, 2 dənə belə əzgin var. Ona görə belə soyuq suda yuram və şotka ilə adi sabunla. Amma yenə də biraz formasını itirib, ola bilsin ki, gedib firmasından təzələrini zakaz eləyəcəm. İndi istəyirəm rakovinanı yum. Biraz domestosla. Geçən. Buraları demək olar ki, qızlar, hər vaxtım olanda, hər hamama girəndə gördüm ki, biraz çirklidir, sıraz uyuram. Gözləmirəm ki, bir neçə günə yuyacam, həftədə bir dəfə yuyacam, belə bir şey məndə yoxdur. Əgər gördüm ki, mənim xoşuma gəlmir buranın vitrasonu, başlayıram silməyə. Şotka almaq istəyirəm ki, buralarda belə salıb yumaq olsun. Keçən dəfə hardasa görmüşdüm, bir də görəndə alacağım. Deyəsən 1 manatlıqda görmüşdüm. Bura belə. Görürsünüz, tərtəmiz oldu. İndi istəyirəm qıraqlarını da salfetkalarla silim. Güzgündə silirəm qızlar. Mütləq və mütləq bu güzgü təmiz olmalıdır. Hər yeri salfetka ilə silirəm. Gündə silsəm də görürsünüz. Su ləkə saxlayır. Artıq buramda yığışdırıb bitirdim. Burada hardasa bir 15-17 dəqiqə sərf elədim. Çünki bizdə hamam tualet birlikdədir qızlar və sizə göstərmədiyim, yığışdırdığım yerlərdə var. Və ona görə də biraz da vaxt apardım və baxaq saata. Biz 15 dəqiqə qalmış bitirməliyik və hardasa 12-13 dəqiqəm qalıb ki, kuxnaya da baş çəkəm. İndi isə gedirik ora. Bura isə belə gözəl, təmiz, parıldadır. Bu 2 dənə şeyi də götürəcəm. Burada isə artıq qaranlıqdır, görürsünüz. Hava qaralıb və başlayıram buranı. Убери корзину.
cəmi 5 dəqiqə vaxtım qaldı. Все qızlar, qabları da Albina silir və baxın, mənim 1-2 dəqiqəm də qaldı. Amma robot pilisos hələ evləri yığışdırıb qurtarmayıb. Mən isə indi yemək bişirmək istəyirəm. Yenə də köməyə gəldi mənim dünən hazırladığım balıq. İndi sadəcə bunu tavaya qoyacağım və balkonda qoyacağım ki, evi iyi basmasın, orada bişsin. Biraz da yağ əlavə edəcəm. Sizə isə mənim gözəl izləyicilərim hamınıza təşəkkürümü bildirirəm ki, sonucan məni izlədiniz, mənimlə qaldınız. Əgər hələ də abunə olmamısınızsa abunə olmağı unutmayın. Sizin üçün çalışıram ki, hər dəfə daha maraqlı videolar çəkim. Gələn görüşlərə dək.